الله أكبر الله أكبر لا إله إلا الله. الحمد لله نحمده نستعينه ونستغفره ونتوب إليه نعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطيع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد إن أصدق الحديث كتاب الله وأحسن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Değerli müminler, değerli kardeşler, Qur'an-ı Kərimin Bəqərə surəsində 3 yerdə belə bir ayə təkrarlanmaqdadır. Estağfirullah. فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ. Harada olursunuzsa olun, namaz vaxtı üzünüzü ora döndərin. Yəni, Məscid-i Harama döndərin. Buna qiblə ilə bağlı ayələr deyirlər. Yəni, qiblənin özü ilə yox, əsası ilə yox, qiblənin dəyişməsi ilə olan ayələrdir. Və hamımıza məlumdur ki, ilk qibləmiz də Qüdsə tərəf olmuşdur. Müsəlmanlar Rəsulallahla bərabər 3 il müddətində Qüdsə doğru namaz qılmışdılar. Bunun 1 il, 3 ay, 4 aya yaxın müddəti Məkkə dönəmidir. 1 il, 6-7 aya dönəmi isə də Mədinə dönəmi olmuşdur. Həzrət Əli kərramallahu vəcahu İbn Abbasdan nəql edərək deyir ki, ilk nəsq olunan, yəni ayəni oxuyub hökmünü əməl etmədiyimiz olan hökm qiblə ilə bağlıdır, qiblə haqqındadır. Yəni biz Quranda bir neçə ayə də var ki, biz onları yəni oxuyuruq ayə olaraq belə, bunun hökmünə əməl etmirik. Çünki ayələr hökmü nəsq olunubdur onu. Və ilk nəsq olunan da qiblə ilə bağlıdır. Allah Teala, dəyərli qardaşlar, bu fani dünyada 3 yeri müqəddəs olaraq və mübarək olaraq yaratmışdır. Bunlar Məkkə, yəni Məkkə şəhərində bizzat Məscid-i Haram, Kəbə, Mədinə, Munəvvərə, Peyğəmbərimizin mübarək cəsədini daşıyan şəhər və bir də çox təəssüflər olsun, yəni işğal altında olan Qüdsdəki Məscid-i Qüds və Məscid-i Aqsa. Bax, bu 3 yer biz müsəlmanlar üçün müqəddəsdir. Bu 3 yerdən digər yerlər, bəziləri bu günlərim o şou yaratmaqdan ötəri, nəsə özlərinə lazım olan danışmaqdan ötəri Kərbəlanı, filanı, feşmanı müqəddəsləşdirirlər. 3 yer müqəddəsdir. 3 yer, 3 məkan. Digər yerlərin də ola bilər, bir özəllikləri də ola bilər, xüsusiyyətləri də ola bilər, insanlar da ola bilər. Amma bu 3 yer hədisdən sabitdir. Bu 3 yerdə qılınan namazlar da digər yerdə qılınan namazlardan fəziləti daha çoxdur və bu 3 yerində ən müqəddəsi, ən mübarəki də Məkkədir. Və Məkkədə qılınan namaz hədislərə görə 100.000 savaba var. Məkkəyə yaxın olan Mədinədə qılınan namaz bu rəqəmin yarısıdır. Bax, bunların da bu özəlliklərini unutmamalıyıq. Yəni, Allahın cənnət xaric yaratdıqlarının içərisində bu 3 yer müqəddəs və mübarəkdir. Bundan qıraq yerləri nə reklam eləməyə ehtiyac var, nə deməyə ehtiyac var və də cəmaata bunu
yalandan sıramağa ehtiyacı var. Qiblə ilə əlaqəli olaraq, yəni qiblə ilə əlaqəli namaz hicrətdən bir il yarım öncə, yəni Meyrac hadisəsində Allah Teala 5 vaxt namazı Resulullah vasitəsindən bizə fərz qılmışdır. Bundan öncə də Resulullah nafilə dediyimiz 2 rükət namaz qılardır və bu 2 rükət namaz Resulullah'tan qabaqki Resul və Nəbilərdə də var idir. Çünki, dəyərli qardaşlar, namazsız Allaha qulluq yox demək səviyyəsindədir. Ona görə bütün ümmətlərdə namaz olub. Çünki namaz nədir? Namazsız Allaha qulluq yox səviyyəsindədir. Ona görə namazın böyük bir möhtəşəmi var, önəmi var. Namaz Məkkədə fərz qılınmasına baxmayaraq qibləsi Qüds olmuşdur. Deyənlər var ki, tarixdə belə keçir, yazırlar ki, Kəbədə bütlər olduğu üçün Qüdsə tərəf yönəlmişdir. Əslində bu yanlış fikirdir. Çünki Mədinə dönəmində də qiblə dəyişildikdən sonra Hicrətin 8-ci ilinə qədər, yəni Məkkə fəth olana qədər Məkkədə bütlər var idi, Kəbədə bütlər var idi. Yəni bütlər ola da biz oranı qiblə olaraq namaz qılmışıq. Bu yanlış fikirdir. Burada məsələ, dəyərli qardaşlar, büt məsələsi deyil. Bu işdə, bu hadisədə müsəlmanların qiyamətə qədər düşünüb daşınsınlar və bir imtihan olaraq nəticə çıxartsınlar deyə bir məsələ var. Bunlardan birincisi, dəyərli qardaşlar, Peyğəmbərimiz Məkkədə, Kəbə Məkkədə, müəyyən bir qrup səhabəsi Məkkədə, amma Qüdsə tərəf yönəlir. Rəsulullah babası İbrahimin qibləsinə yönəlmək istəyirdi. Bunu biz ayədən də bilirik. Necə ki, yine Bəqərə surəsində ayədə Allah Teala Peyğəmbərə xitabən buyurur ki, biz sənin üzünü göyə tərəf çevirdiyini bilirik. Yəni Rəsulullah bunu dua etdiyini Allah Teala bilirdi. Amma Allah Teala hələ icazə vermirdi Peyğəmbərə ki, qibləsini dəyişsin. Özə 1 ay, 2 ay yox, 3 il müddətincə. Bunda da bir hikmət var bu müddətdə, bunların içərisində də. Nə idi bunlar? Bunun birincisi, Qur'an-ı Kərim bizə o müqəddəs məkanı unutmamağımız istəmiş. Allah Rəsulullah'a verdiyi bilgi ilə, yəni Rəsulullah Allah'tan aldığı bilgi əsasən bizə çatdırmırmı ki, yer üzərində ilk tikilən yer, ilk tikilən ev Kəbədir, ondan sonraki isə ikinci tikilən, yəni Kəbədən 40 il sonra tikilən isə Məscid-i Aqsadır. Yəni Məscid-i Aqsa da Kəbə dəyərindədir. Ona görə Qur'an-ı Kərim bizə və dolayısıyla biz bütün müsəlmanlara o müqəddəs yeri unutmamağı tövsiyə edir. Bu günlərdə, yəni keçən həftələrdə yenə də o müqəddəs məkanda təcavüzlər oldu, müsəlmanları qətlə yetirdilər, şəhid elədilər, Allah onlara rəhmət eləsin. O mübarək məkanı unutmamalıyıq, dəyərli qardaşlar. Ora fikirləşməyək ki, ora Fələstinlilərlə bağlıdır, yəni Fələstinlilərin yeri yoxdur, onlara bir yeri verirsə, yox. Ora imanımızla bağlı olan bir yerdir. Qüds bizim imanımızla bağlı olan bir yerdir, dəyərli qardaşlar. Qüdsun Fələstinlilərlə bir əlaqəsi yoxdur. Qüds müsəlmanların mübarək, müqəddəs məkanlarıdır. Və biz hər namazımızda, istər səhər, axşam, hər namazımızda da ora üçün dua eləməliyik ki, inşallah ki, ora müsəlmanların əlində olsun və olacaqdır inşallah. Bu ümmətə də olmasa da gələcək ümmətlərdə Həzrət Ömər kimi biri çıxacaq, necə ki, Həzrət Ömər vaxtilə oranı təhvil təslim almışdır, eləsi bir qardaşı çıxacaq inşallah, bu ümmətdən oranı bir təhvil təslim alacaq. Amma biz bunu unutmamalıyıq. Hər zaman dua eləməliyik. Çünki bizim əlimizdən gələn bu saat indiki halımızda bizim ora etdiyimiz dualardır.
vaxt gələr, başqa da yardımlar da göstərər inşallah. Kəbənin dəyişilməsinin digər özəllikləri və hikmətləri haqqında da inşallah gələn xutbəmizdə də məlumatlar verəcək inşallah. Və aqul həzə və estağfiruhu innəhu təvvabur rahim. Estağfirullah. İnnəd-dinə indəllahil İslam. Elhamdülillah, hamdən kəmilinə və salatu və salamu ala seyyidinə Muhammedin və sahbə əcmain, təzimən linnəbihi və təkrimən lisəfihi və qalə azza və cəllə min qailən muxbirə və amirə innə Allah və mələikəti yüsəllunə alə nəbi, yə eyyuhəl-ləzinə əmənu sallu aleyhi və səllimu təslimə, Allahümmə salli alə seyyidinə Muhammedin, Allahümmə salli alə İbrahim və alə alə İbrahim nəkə hamidun məcid, Allahümmə bərak alə Muhammed və alə Muhammed kəmə bərak alə İbrahim və alə alə İbrahim nəkə hamidun məcid. Allahümmə vardini xulafə raşidin, Seyyidil Əbu Bəkir, Seyyidil Ömər, Seyyidil Osman, Seyyidil Ali və bəqiyyətəl həşərətəl mübəşşərə zül sidqi vəl vəfəyi və cəmil mühacirin vəl ənsar və mənittəbəm ilə yevmil cəzə və cəmil müminə vəl müminət vəl müslimin vəl müslimət ələhiyyəhum minhum vəl əmvat. Dəyərli möminlər, dəyərli qardaşlar, Allah sizlərdən razı olsun. Yəni bizim məscidimiz sizin yardımlarınızın sahəsindədir, ayaqda qalır. Ona görə sizlərdən yenə xahiş edir ki, yardımlarınızı əsirgəmiz ki, biz də məsciddə olan digər işlərimizi tamamlaya bilək, görə bilək. Allah sizlərdən razı olsun. Yəni yardımlarınıza ehtiyacımız var. Xüsusən bizim məscidin ehtiyacı var. Çox xahiş edirik ki, onları əsirgəməyəsiniz. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəllâhe yə'muru bil-adli vəl-ihsani və itâi zil-qurba və yənhə anil fəhşai vəl-münkəri vəl-bə'i ya'izzukum le'allakum tezekkerun. Və aqimis-salah, innəs-salətə tənhə anil-fəhşai vəl-münkər. Dəyərli möminlər, dəyərli qardaşlar, Allah Teala bizi daimən ədalətli olmağı, yaxşılıq edib pisliklərdən çəkinməyi, başda valideynlər olmaqla, bütün qohum əqraba insanlıqla gözəl davranmağı tövsiyə edir. Bütün bu əməlimizi də biz ibadətimizlə nail ola bilərik. İbadətimizin başında da namaz durur. Namaza qalxağın ki, namaz bizi bütün pislik və çirkinliklərdən çəkindirir. Allah